Canımız sənə qurban olsun ya Fatimə. Analarımız, əziz analarımız ki, cənnət onların ayağının altındadır. Onların ayaqlarını köpürük, onlar qurban olsun Fatiməyə. Həzrəti Məryəm qurban olsun Fatiməyə. Fəda olsun. Çünki bizim Peyğəmbərimiz deyirsə fədaha, buha, atası qurban olsun ona. Yerdə qalan bütün Peyğəmbərlər qurban olsun Fatiməyə. Gör nə deyir? Ona görə Allah elçi getdi Həzrəti Zəhraya əli üçün. Özümdən deyirəm, yox hədisdir. İnanmırsan cəhənnəminə. Kim inanmır cəhənnəminə asın? Bilirəm də hara deyirəm, sizə deyim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mürselin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Bizi zülmətlərdən nura çıxardan Allah'a hamd olsun. Sonsuz həmd sənalar olsun. Allah'ın salamı ve salavatı onun sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemin üzerine olsun. Bu məxluq insanları, millətimizi Allah'ın dinindən durmadan saptıranlardan bəlkə də ən şiddətlisidir. Vallahi bunun danışıqlarına fikir verin. Bu adamın İslamdan xəbəri yoxdur. Bu adamın İslamdan xəbəri yoxdur. Belələrinin hökmü də kafir hökmüdür. Allah'ın dininə xələl gətirən, insanları Allah'ın dinindən saptıran, Allah'a və onun rəsuluna iftiralar atan, vallahi belələrindən zalim bəlkə də heç kim ola bilməz. Subhanallah. İnsan Allah'ın rəsullarını, Allah'ın dünya və aləmlərdən üstün etdiyi qadını, Məryəm əleyhissalamı görün necə də alçaldır. Öz nəfslərinə görə. Vallahi Əli radiyallahu anhu belələrini görsəydi bunların birini sağ bırakmazdı. Çünki öz zamanında xilafəti dövründə bu danışan çalma başdan 100 dəfə, bəlkə də 1000 dəfə imanlı 2000 nəfərini Əli başını kəsmişdi. Nəyə görə? Çünki onlar onu ilahiləşdirmişdilər. O səbəbdən. İndi bunlar insanlara bax belə bir şey təbliğ edirlər. Yalnız şirki təbliğ edirlər. Bunlar isə Əlinin zövcəsi Fatimə anamızı ilahiləşdirirlər. Hüseyin radiyallahu anhunu ilahiləşdirirlər. Halbuki Peyğəmbər sallallahu aleyhi ve sellem Həsən və Hüseyin radiyallahu anhu barədə demişdi. Həsən və Hüseyin cənnət cavanlarının ağalarıdır. Ataları isə onlardan da xeyirlidir. Ataları isə onlardan da xeyirlidir. Bunlar onlardan da xeyirli olanı qoyub kənara yalnız Hüseyni ilahiləşdirirlər və Fatimə anamızı ilahiləşdirirlər. Hüseyni ilahiləşdirməklərinin təbii ki səbəbi aydındır. Burada İran-Fars imperiyasının, Fars şovinizminin əli var. Çünki Hüseyin radiyallahu anh'ın zövcələrindən biri 3-cü Yezdəgirin qızı idi və imamət də İmam Səccaddan davam edir. İmam Səccad da həmən Fars qızından olan oğlu idi Həzrət Hüseynin. Yəni bu aydın məsələdir. Bu məsələlər illərdir, əsrlərdir çeynənilib. Sadəcə bu danışan məxluq və bunun kimilər bunu anlamaq istəmirlər. Çünki Allah Subhanahu taala öz şərəfli kitabında belə məxluqlara bir çox ayələr indirmişdir. Onlardan biri də Ərəf surəsi 179-cu ayədir. Allah Subhanahu taala buyurur ki, biz cəhənnəmi dolduracaq qədər cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, anlamazlar. Qulaqları var, eşitməzlər. Gözləri var, görməzlər. Onlar heyvan kimidirlər. Hətta daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır. Bəli, belələrini Allah Subhanahu taala Qurani Kərimdə hətta heyvandan da aşağı səviyyəyə qoyur. Çünki bunlar Allah'ın dininə xələl gətirən məxluqlardır. Bunlar Yahudi və Xristiyanlardan daha zərərlidirlər. Çünki Yahudi və Xristiyanlar kafirdirlər, amma bunlar isə özlərini müsəlmana, İslama nisbət edirlər. Ən təhlükəli də bunlardır. Allah millətimizi, dövlətimizi belələrinin şərrindən qorusun. Vallahi bunlar qədər şərli məxluq bəlkə də hələ yer üzü görməyib. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.